Ölərkən ruhun bədəndən çıxması. Ölən adamın ruhu ayaq barmaqlarının ucundan bədəninin yuxarısına doğru çıxır və ruh boğaza yetişdikdə ölüm xırıltısı eşidilir. Gözləri bərəlir və yuxarıya doğru çevrilir. Ummu Sələmə belə deyir: Peyğəmbər Abu Sələmə vəfat edəndə onun yanına daxil oldu. O zaman onun gözləri açıq idi. Peyğəmbər onun gözlərini bağladı və dedi: ruh bədəndən çıxanda gözləri onu izləyir. Ruh bədəndən çıxdıqdan sonra o səmaya qaldırılar. Bu haqda Abu Hureyra rəvayət etdiyi hədisdə belə qeyd edir: Möminin ruhu canından çıxdıqda onu yuxarı qaldıran iki mələklə qarşılayar. Ravi burada xoş qoxu və müşk ətrinin iyini xatırladır. Səma əhli belə deyər: yerdən gəlmiş gözəl ruh, Allah sənə və içində olduğun bədənə rəhm etsin. Sonra mələklər onu pak və nöqsanlardan uzaq olan Rəbbinə doğru qaldırarlar. Sonra Allah deyər: dünyanın sonuna kimi sərgərdan gəz. Kafirin ruhu canından çıxdıqda isə ravi burada pis qoxu və lənəti xatırladır. Səma əhli belə deyər: yerdən gəlmiş pis ruh dünyanın sonuna kimi sərgərdan gəz. Abu Hureyra deyir ki, bu məqamda Peyğəmbər əbasının bir hissəsi ilə burnunu bu şəkildə tutdu. Ruh bədəndən çıxdıqdan sonra nə baş verir? Ruhun bədəndən çıxdıqdan sonra nələrin baş verməsini bizə Peyğəmbərimizin növbəti hədisi təfsilatı ilə izah edir. Bəra İbni Azib rəvayət edir ki, biz Peyğəmbərlə birlikdə Ənsardan olan bir kişinin cənazəsini dəfn etmək üçün getmişdik. Biz ora çatanda hələ qəbir qazılırdı. Allah elçisi qəbrin yanında oturdu. Biz də dinməz söyləməz onun ətrafında oturduq. Onun əlində yeri cızdığı bir çubuq var idi. Sonra o başını qaldırıb buyurdu: qəbir əzabından Allaha sığının. O bunu 2 və ya 3 dəfə təkrar etdikdən sonra dedi: mömin bəndə dünyadan köçüb axirətə qovuşduqda göydən onun yanına üzləri günəş kimi parlaq mələklər enər. Onlar özləri ilə cənnətdən kəfən və ətir gətirər. Onun gözünün gördüyü son məsafədə oturub gözləyərlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyər: ey gözəl ruh, Allahın mərhəmətinə və xeyir duasına qovuşmaq üçün çıx oradan. Nəhayət, mömin bəndənin ruhu bədənindən su damcısı qabın ağzından axıb töküldüyü kimi çıxar. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında oturub gözləyən mələklərə təhvil verər. Onlar da onu kəfənə büküb ətirləyərlər. Bundan sonra ondan yer üzündə mövcud olan ən gözəl ətirin qoxusuna bənzər gözəl bir qoxu gələr. Sonra mələklər onu götürüb göyə qaldırarlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçərlərsə, onlar görəsən bu gözəl ruh kimin ruhudur deyə soruşarlar. Onlar bu filankəsin oğlu filankəsdir deyə bu bəndəni cəmaatın onu həyatda ikən çağırdığı ən gözəl adla çağırarlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edər və onun qapıları taybatay açılar. Hər bir göyün mələkləri o ruhu növbəti göyə qədər beləcə yola salar. Nəhayət, 7-ci göyə gəlib çatdıqda qüdrətli və əzəmətli Allah buyurar: mənim qulum barədə olan qeydləri illiyuna yazın, sonra da onu qaytarın yerə. Çünki mən söz vermişəm ki, onları torpaqdan yaratdım, öləndən sonra ora qaytaracaq və qiyamət günü bir daha oradan dirildib çıxardacağam. Mələklər onu qaytardıqdan sonra 2 mələk gəlib onu otuzdurar və Rəbbin kimdir deyə soruşar. O, Rəbbim Allahdır deyə cavab verər. Onlar, dinin nədir deyə soruşarlar. O, dinim İslamdır deyə cavab verər. Onlar, sizə göndərilmiş o kişi kim idi deyə soruşarlar. O Allahın elçisi idi deyə cavab verər. Onlar, həyatda ikən sən nə öyrəndin deyə soruşarlar. O, mən Allahın kitabını oxuyub ona iman gətirdim və ona sadiq oldum deyə cavab verər. Bu vaxt göydən belə bir səda gələr: mənim qulum
doğru danışır. Cənnət nemətlərini onun önünə sərin və onun üçün cənnətdən bir qapı açın. Beləliklə, cənnətin gözəliyi və havası ona gəlir. Qəbri də gözlərinin gördüyü son məsafəyə qədər genişlənir. Sonra gözəl görkəmli, əynində yaraşıqlı paltarı olan və üst başından ətri iyi gələn bir kişi onun yanına gəlib deyər: səni sevindirəcək bir xəbərə sevin. Bu sənə vəd olunan gündür. Mömin, sən kimsən? Sənin üzündən xeyirxahlıq yağır, deyə soruşar. O da, mən sənin yaxşı əməlinəm, deyə cavab verər. Onda mömin dua edib deyər: Allahım, qoy qiyamət günü tez gəlsin ki, mən öz ailəmə qayıdıb var dövlətimə sahib olum. Kafir bəndə dünyadan köçüb axirədə qovuşduqda isə göydən onun yanına ağır zəhimli və qara simalı mələklər enər. Onlar özləri ilə cəhənnəmdən qiş, cod parça gətirər və gözünün gördüyü son məsafədə oturub gözləyərlər. Sonra ölüm mələyi gəlib onun başının üstündə oturub deyər: ey yaramaz ruh, Allahın qəzəbi və qeyzinə düçar olmaq üçün çıx oradan. Nəhayət, onun ruhu bədənindən tikanlı məftil yaş yunun arasından keçdiyi kimi çıxar. Ölüm mələyi ruhu götürdükdən sonra onu bir göz qırpımında oturub gözləyən mələklərə təhvil verər. Onlar da onu gişə bükərlər. Bundan sonra ondan yer üzündə mövcud olan ən pisiyə bənzər bir iy gələr. Sonra mələklər onu götürüb göyə qaldırarlar. Göyə qalxarkən mələklərdən ibarət hansı toplumun yanından keçərlərsə, onlar görəsən bu iyrənc ruh kimin ruhudur, deyə soruşarlar. Onlar bu filankəsin oğlu filankəsdir deyə bu bəndəni cəmaatın onu həyatda ikən çağırdığı ən pis adla çağırarlar. Nəhayət, onlar birinci göyə gəlib yetişdikdə göy qapılarının açılmasını xahiş edər, lakin onun qapıları açılmaz. Sonra Peyğəmbər bu ayəni oxudu. Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar cənnətə girməyəcəklər. Əraf surəsi 40-cı ayə. Sonra o rəvayətinə davam edib dedi: Allah buyurur: mənim qulum barədə olan qeydləri yerin alt təbəqəsində yerləşən siccinə yazın. Çünki mən söz vermişəm ki, onları torpaqdan yaradıb, öləndən sonra ora qaytaracaq və qiyamət günü bir daha oradan dirildib çıxardacaqam. Mələklər onun ruhunu göydən aşağı atarlar. Sonra Peyğəmbər bu ayəni oxudu. Kim Allaha şərik qoşsa, sanki o göydən yerə düşər. Quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar. Həcc surəsi 31-ci ayə. Sonra o rəvayətinə davam edib dedi: onun ruhu qayıtdıqdan sonra iki mələk gəlib onu otuzdurar və Rəbbin kimdir deyə soruşar. O mızıldanıb deyər: bilmirəm. Onlar sizə göndərilmiş o kişi kim idi deyə soruşarlar. O yenə mızıldanıb deyər: bilmirəm. Bu vaxt göydən belə bir səda gələr: o yalan danışır. Onun yolunu alovlandırın və onun üçün cəhənnəmdən bir qapı açın. Beləliklə, cəhənnəm atəşi və alovlu külək ona dəyər. Qəbri də o qədər sıxılar ki, qabırğaları bir-birinə keçər. Sonra eybəcər sifətli, əynində nimdaş paltarı olan və üst başından pis qoxu gələn bir kişi onun yanına gəlib deyər: mən səni kədərli bir xəbərlə müjdələyirəm. Bu, sənə vəd olunan gündür. Kafir, sən kimsən? Sənin üzündən şər yağır deyə soruşur. O da, mən sənin yaramaz əməllərinəm deyə cavab verər. Onda kafir yalvarıb deyər: Allahım, qoyma qiyamət qopsun. Qeyd edək ki, alimlərin daha düzgün görüşünə görə qəbir aləmində baş verən sorğu-sual, əzab və ya gördüyü nemətlər ruhla baş verir. Bəzi hallarda isə ruh ölmüş cəsədə daxil olur və cəsədlə birgə bunları dadır. Əksər hallarda isə ruh cəsəddən ayrı olur.